Salam değerli izleyiciler, kanalımıza hoş gelmişsiniz. Bugün yeni ana olan xanımlarımız üçün 0-6 ay körpə baxımını öz bildiyim qədərilə sizinlə paylaşacağım. Təbii ki, hər körpə fərqlidir, inkişaf müddəti və baxımı fərqlidir. Videomuzun ilerleyen dəqiqələrində eyni zamanda ana südünü artıran qidalardan bəhs eləyəcəm və körpədə hansı qidalar köp yaradır, onları bir müddət özünüzü gözləyin, pəhriz saxlayın. 4 aya qədər körpənin bağırsaqları formalaşır. Yəni onsuz da qaz sancı olacaq. Siz isə bunu qidalara fikir verməklə minimuma endirməyə çalışın. Videomuza ilk olaraq göbəyə qulluqdan başlayacağım. Bütün anaların qorxulu yeri. Mən də özüm çox çəkinirdim. Əvvəlcə onu deyim ki, pampersi bağlayanda göbəyin alt hissəsində qalacaq formada bağlayın. Ya aşağıdan bağlayın, ya qatdalayın. Və 3 gündən sonra düşməyi normaldır. 10 günə qədər çəkə bilər. Bu qızımda 5 gündən sonra düşdü. Yahyada hətta xəstəxanadan çıxış günü düşmüşdü. Uşağa görə dəyişiklik olur. Amma əvvəldən başlayın, perikslə qulluq eləyin. İlk gündən təmizləyin ki, əsas məsələ göbək düşəndən sonra qulluqdan asılıdır, çirkələməsin. Ətrafında şişlik, qızartı görsəz dərhal həkimə müraciət eləyin və periksi rahat tutmaq üçün mən belə pitka qabına yerləşdirdim. İstəsəz adi özünüzdə damcıyla tökə bilərsiniz, periks qabından birbaşa tökə bilərsiniz. Daha sonra isə zelyonka deyirlər, yəni brilyant yaşılda deyirlər tibdə. Ondan siləcəm. Bəzi həkimlər məsləhət görür, bəziləri yox. Mən burada öz təcrübələrimi paylaşacağım. Yenə məsləhət sizin, uşaq həkiminizə danışa bilərsiniz. Amma bu çox sınadığım bir vasitədir, işə yarayan bir vasitədir. Öz körpəmdə sınamışam. Ona görə yeni analara məsləhət bilirəm. 10 günə qədər körpəni çimizdirmirik. 10 gündən sonra başlayacağım. Amma o zamana qədər qollarının altı, boyunu, büküşləri dağ suna, pambığı isladıb yaxşıca silin. Mən hər gün silirəm. Həm körpə rahat yatır. Baxın, bu formada bəzən özü qabıqlayır. Hətta elə olur ki, qulağın arxasında ət kimi qat əmələ gəlir, kəsir. Yara ola bilər. Ona görə gündəlik silirəm. Və balacamızın paltarlarını mən 72% sabunla yuyuram. Düzdür, çox vaxt məsləhət bilirlər, uşaq şampunları, uşaq paraşokları istifadə etmirəm. Ən azı 3 ayından sonra. Bugün körpəmizin 10-cu günüdür, çimizdirəcəm. Amma əvvəlcə başını vazelin yağından silirəm ki, qabıqları islansın. Bir 5-10 dəqiqə qabaqdan bu formada yağla yumşaldırıq ki, daha sonra yuyanda rahat çıxsın qabıqları. Adi bitki yağı da olar. Körpənin qulaqlarına pambıq qoyacağım və göbək hissəsi üçün belə-belə leykoplastır almışam. Aptekdə almaq istəsəz, körpə üçün, yeni doğulan üçün göbək leykoplastırı deyin. Əgər əlinizdə bu yoxdursa, bir neçə yara bandını üst-üstə yapışdırın ki, göbəyi tam qapatsın. Göbəyinə su dəyməsin. Hələ ki qoruya. Göbəyini çək aşkım. Qızım dayan qızım. Biraz aşağı çək yaxşı göbəyin. Dayan dayan. Dayan. Gedirik çimçimə. Çimçimə. Çimizdirəndə də yenə mən 72% sabunla yuyacağım və sonda da bədənini belə rivanol, sarı toz deyirlər, onunla yaxalayacağım ki, yaraları, səpkiləri, qızartılar üçün yaxşıdır. Bala paşa panda balası panda. Panda bala. Kəpəklər getsin qovaqlar. Üstə arxaya. Ay gözdə gəl, heç olmaz, heç olmaz. Can dözü. Heç olmaz, qorxma. Bizə. Bəs sıçanma. Nasıl müsvedəsin inşallah. Adətimiz üzrə 10 günün tökərkən 10 buğda islanmış suyla tökürük. Bismillah. Onu tökürəm. Sən belə. Bismillah, getdi ya. Bəslər. Papağı da arxadadır. Papağını da götürək sonra. Önlüyü də buradadır. Eyni olacaq. Cücü var. Bir qan olsa. Bu boyda cücü vardır. Cücü oldu cücü. Üçüncü, dördüncü dəfədən sonra
Artıq göbəyini leykoplastirsız yumaq olar. Mən 1-2 yaşa qədər saç qurudan da femdən istifadə etmirəm. Bütün ailənin iştirak etdiyi bu gözəl günü artıq bitiririk. Qalın geyindirin ki, təzə çimi, bədəni hələ ki nəmdir. Qulaqlarına da başqa pambıq qoyub dəyişin, quru pambıqla. Çünki əsas uşaq qulaqdan soyuq çəkir və qulaq ağrısı olan körpələr həddən artıq narahat olur. Bunu yaşayan analar bilir. Şükür ki, hələ mən balacalarımda, körpələrimdə heç birində qulaq ağrısı olmayıb. Çünki həmişə çiməndən sonra, hətta indi böyüyüblər. Yenə də hava soyuq olanda qulaqlarına pambıq qoyuram. Çox yaxşı üsuldur. Ona görə bu vaxta qədər şükür ki, qulaq ağrısından əziyyət çəkməmişik. Dırnaqlarını da indi tutacağam. 10 günlük tökəndən sonra. Nuna Yahya çox həvəsli olduğuna görə biri sosunu saxlayıb. İndi Nuna dırnaq tutanı ver Anıya. Gəl birinci dırnaqlarını tutaq. Asa bildin? İndi o yulacaq. Hə. Hər sənə qurban. Dırnaqlarını ver deyən ana. Birinci dırnaqlarını tutaq. Buradan. Bir sən niyə burası başı bağlanır? Göster. Bu da inşallah heç ehtiyac olmaz. Babam verdi. Belə bir şey deyəm. Bu burun tıxılanda hər ehtimala qarşı almışam. Deyirəm heç nə. Ümid edirəm heç lazım olmaz, amma hər ev axırda götürək. Çox qısalar kəsməyəcəm. Ağlamış. Yox, ağrımaz heç vaxt. Heç qoyaram ağrısı. Ağlamış. Ağlamadı. Çox ucdan tutdum. Göstərim. Ağlamadı. Çox ucdan tutdum bir çıxış. Hə. Götürdüm. Bismillah. Görək götürəcək bilmirəm amma. Baxır. İstəmədi. Elə. Götürəcək bəzən. Oy. Sevmədi. Baxaq görək. Əmir. Hə. Sağ ol. Bəliyək. Haycan, bəzi valideynlər, analar bələməyin əleyhinədir. İndiki zamanda iki yerə ayrılır fikirlər. Bəliyək, bələməyən. Həmişə bələmişəm. Ya sən də bəliyib ana. Sizi də bələmişəm. Balacalıq şəkillərinizi görmüsünüz yəqin. Hə, eybi, mən taxarım, heç nə olmaz. Çox sıx da bəliyə bilərsiniz. Hətta mən iplə də bəzən bağlayırdım. Aycan. Papağını da sıxlaşdıraq ki. Aycan. Bu şirinlik nədir? Aşağı vurur. Papağını da düzəldim. Qulaqları çöldə qalıb soyuq olmasın böyle. Aycan. Bismillah. Bismillah. Onuşun elədiyi şeyə baxın. 10 gündən sonra isə körpəni hər gün 1-2 dəqiqə də olsa havada saxlayın. 1-2 dəqiqə başlayıb daha sonra artırın. Hətta Yahyanı mən 10 gündən sonra gündə 2 dəqiqə, 1 dəqiqə qarlı havada belə havada saxlayırdım. Körpənin inkişafı üçün hava əvəz olunmazdı, təmiz hava. Amma 40 günə qədər məcbur olmadıqca ictimai yerlərə çox çıxartmırıq. İndi göbəyin yenə göstərəcəm mən bacının. Baxın bu formadadır. Ayca. Göstərməkdən özüncə. Baxın bu formada artıq sağalır. Amma sağalsa yaxşı göstərəcəm. Bacılar çox sevirlər Nurdan Yahya. Yenə biraz tökürəm periks. Axır. Heç nə olmaz, qorxma. Biraz da hətta istəsək belə göbəyin açıb bu formada biraz yığa bilərik ki Sopur. periks tam içinə dəysin. Sopur. Üzünü də göstərdin nə qədər şimdi. Çox şirindir. Ayağı yerə. Sizin öz şirinliyinizdən xəbəriniz yox deyə. Aha. Ana baldı bax. Can. Söhbətə indi. Bir də vazelin yağını yenə göstərirəm. O dəfə saçını yumuşdum ki, qaysaqlar var, tökülsün. Büküşlərə də vurmaq olar. Elə ağlamışdı da. Hə. Niyə? Mən heç bir pişməcə kremindən istifadə eləmirəm. Baxın bu hissələri, büküşləri yağlıya. Yəni pampersi dəyişəndən sonra Bəyim. pampersi dəyişəndən sonra baxın bu hissələrə vurun, büküşlərə vurun, hər yerinə vurun. Narahat olmayın. Ən gözəl bişməcə kremi
Düşünürəm ki, budur. Vazelini krem formada da istifadə etmirlər, amma mən illərdir o bir uşaqlardan da artıq yağını istifadə edirəm. Və 21-ci günündən körpənin başlayırıq D vitamininə. Həkimlə məsləhətləşin. Hansı D vitamini məsləhət bilsə, onu verə bilərsiniz. Bismillah. Deyən görüm ömrüm. Gibi ağzını açacaq. D vitamini üçün göstəriş artıq deyirlər ki, 5 günündən başlayır. Düşdü. Bir kənara düşdü, tez düşdü. Yala. İndi onu yeyəcək. Gördünüz ki, əziyyət çəkirsiniz verməkdə. Soskaya bir damcı batırıb onu da verə bilərsiniz. İstəsən. Sütü. Emzikinin içində oldu. İçin. Yox, soskan sevmədi ömrüm. Bir ayından, bir ay yarımından sonra keçirəm yarım bələyə bu formada. Ancaq qollarını qoyuram. Açıqda bütün bədəni bələyirəm. Sanki uşaq düşünürəm belə daha rahat olur. Beli əyilmir, qucağa alanda qaməti şux qalır. Yəni mənim ürəyim belə rahat olur. Yenə deyirəm, fikirlər müxtəlifdir. Hər kəsin öz seçimidir. Sizə onu göstərmək istəyirəm ki, sağaldıqdan sonra belə bir qabıq son olaraq qabığa tökülür. Yaraya bənzəyir, amma yara deyil. Bu formada qabıq kimi əmələ gəlib. Yenə də perikislə yumağa davam edirəm. Çimizdirəndə isə artıq göbək bandı taxmıram, yapışdırmıram. Elə bu formada vannasında çimizdirirəm və həftədə 2 dəfə yay və qış olmasından asılı olmayaraq. Qulaqlarına diqqət edin, su birbaşa düşməsin. Pambıq da qoya bilərsiniz. Bismillah. Bugün bacımızın 40-cı günüdür. Adi maşınka ilə 40-cı. Gedirsən. Bismillah. 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 Çay olur. Gəldin. Maşının səsindən xoş gəlib. Sakitcə dayanıb. Hay can. Bəzən yeni doğulmuşlarda belə salmon ləkələri olur. Deyilənə görə təhlükəsizdir. Öz-özlüyündən keçib gedir. Ana ay diye görsəndi. Mən tutacağım, görsənmir ki. Görsənmir. Ha, saçlar yoxdur. Nə üçün elə eləyirsən? Bəs başının dərisi də şeydir axı ömrüm. Sürəyim, qəşəng oldu. Təmiz oldu. Nə dedi? Qorxma. Hə, haycan. Haycan. Şimdi şirin olduq. Başından bu formada qabıqlar çıxır. Haycan. Acmışıq getdik. Deməli, dəyərli izləyicilər, indi pampersini dəyişirəm. Baxdım ki, istəmirəm sizə göstərim. Yəni, altı dəyişilməlidir, qaqaj eləyib. Amma yenə də arxain olmayın, çünki körpədir. Özünüz biraz ayaq masajı eləyin. Ümumiyyətlə, bu idmanlar xeyirdir. Bunu eləyin. Amma ondan da əlavə körpənin qazını çıxartsaz, bir o qədər də rahat yatacaq. Yəni, ona arxain olmayın ki, hə, elədi, qutardım. Bəzən analar deyir ki, özü gündə bir dəfə, 2 dəfə eləyir. Bu niyə ağlayır? Körpədir, özü sancılanır, qazı çıxarda bilmir. Üzülür. Hə, bəs uşaq rahat olur da. Yəni, ona arxain olmayın. Hayca. Cürməkdən nədir aynı? Yəni, bunu davam eləyin. 3 dəfə, 5 dəfə, 10 dəfə. Çox sıxmayın qarnını. Bu formada davam eləyin ki, körpə nə qədər çox rahatdasa, sizi də incitməyəcək, özü də rahat yatacaq. Hətta bu hərəkətlər dairəvi. Baxın, bəzən uşaq açmağa icazə vermir. Həkimlər deyir ki, dirənməyə yaxşı bir şey deyil. Bax, belə əlini aç. Bax, belə tutdular. Anladın? Hə, çək. Tak, əlimi qaldırdın. Çək, dövəşdik. Bu formada yenə yoxlayıram, çünki bayaqdan hərəkət edir. Cici. Ana, bebişim üçün göstərim, çəkəyim. Ev yox, heç olmaz. Pist. Dayandır, gəbirə. Görsünüz, hələ də eləyir. Yəni, özünüz ayarlayın. Baxmayaraq ki, yenə deyirəm, özü eləmişdi, siz ona arxain olmayın.
çox da incitmədən bu formada hərəkətlər edib daha sonra altın dəyişin. Bu günləri bacına qaqa Açılır. sevinir də o da qonaqda Ama gəzməyə artık gedir. aynen. Ayca. Şurada Şirin bir şalvar almışıq bebişimizə. Bunu çox sevdim. Ayca. danışmaq istəyir aynen. Burasının corabı olmağı daha çox xoşuma gəldi. Ayca. Nə durayım? Gedirik gezməyə. Sən yaxından çəkirəm özümü. Bu kofta. Kapşon. Nana gel bax. Ayşəmsiz. Can, bu sən kapşon. Ya papağını da dəyişirəm. Səni yeyəcəm. Vay, gecələrimiz biraz tüklənib. Utandı verirsin. Ama güzel biraz tüklənib ki. Bəs elə bilsəm seçər qalacam. Bir gözəl saçlarım olacaq ki inşallah. Bilirsən? Şuna ver tabii de. Bu çuva yaxşı. Gəl. Mənə də verərsin aynen. Yaxşı. Möhkəm tut amma bacını. Oy. Oy. Ne? Bırakmazım tuturam ya. Hə. Oy oy. Bu Tamam. şişe Aycan. 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 Hər gün bu formada. Əslində çox erkən başlamalıdır deyirlər. Mən hardasa ay yarımdan sonra hər gün qarnın üstə 1 dəqiqə, 2 dəqiqə, sonra artırırıq 3 dəqiqə, 5 dəqiqə. Bu formada qalması yaxşıdır. Daha sonra 10 dəqiqə deyicə artırırıq. Amma ilk gündən birdən-birə çox qoymuyor. Ayca. Ayca. Yoruldu, bəsdir. Mən 2-3 aya qədər bələyirəm. Bəzən yəni uşaq tez narahat olur. 1-2 aydan sonra da bələkdən çıxarda bilərsiniz, yaxud daha çox bələyə bilərsiniz. 3 ayında isə artıq oyuncaqları tutmağa başlayır, rəngləri öyrənir, hər şeyə toxunmağa çalışır. İndi isə südü artırmaq üçün sizə bir neçə sınadığım vasitəni göstərəcəm. Südlü çaydı, həmişə anam deyirdi. Bir dəfə də uşaq pediatrından eşitdim, daha çox əmin oldum. Mən biraz şəkər tozu əlavə eləyirəm, tək içə bilmirəm. Çox xeyri olur. İkinci olaraqsa perlova arpa yarması bu formada satışdadır. Həm paket formada, həm çəki formada ala bilərsiniz. Həddindən artıq xeyri var. İstənilən formada istifadə eləmək olar. Supunu hazırlaya bilərsiniz, aş kimi dəmləyə bilərsiniz. Amma axşamdan isladın ki, biraz gec bişir. Digər dənli bitkilərə nisbətən, yəni mərcidir, qreçkadır, birbaşa bişirə bilirik. Amma bunu axşamdan islağa qoyanda daha yaxşı olur. Bir neçə dəfə yuyub bu formada gecədən isladıram. Mən bu gözəl qidanı bir tanışımdan məsləhət aldım ki, ana südünü artıran qidadır. Amma daha sonra araşdırdım, faydaları saymaqla bitməz. Eyni zamanda pəhriz saxlayan xanımlar da istifadə eləyir ki, hətta belə bir başlıq gördüm, bağırsaqları toz soran kimi təmizləyir. Çox xoşuma gəldi. Eyni zamanda qəbizlik üçün həddindən artıq faydalıdır. Yeni ana olan xanımlarımızda qəbizlik çox vaxt qaçınılmaz olur. Amma istədiyiniz formada dadlandırıb qəbul edə bilərsiniz. Mən biraz ət qovurub əlavə eləyirəm. İstəsəz sadə formada da yeyə bilərsiniz. Hətta onu da deyim, perlovanı qaynadanda duz, yağ və biraz da soğan və yaxud da elə hazır yağ, soğan, yəni soğandaq əlavə edə bilərsiniz. Qeyd etdiyim kimi necə istəyirsiniz bişirin. Önəmli olan bunu qəbul eləyin. Plov kimi dəmləyə bilərsiniz, çəkmə aşı kimi süzə bilərsiniz. Fərqi yoxdur. Şirniyyat kimi özünüz evdə təbii skuşonka hazırlaya bilərsiniz. Bunu həm şirniyyat kimi istifadə eləmək olar, həm elə çayın özünü içmək olar. Sadə formada 1 litr südə 2 stəkan şəkər tozu, su stəkanı ilə ölçüsü. Məndə xrustal stəkandır. Ona görə ki, barmaq aşağı. Bu formada bişirib hazırlayıram. Eyni zamanda Gerkules kaşası çox gözəl ana südünü artırmağa təsir göstərir. Mən çəki ilə alıram, qutu almıram. Yəni istəsəz sadə yulaf lopalarını
qutu formasında da əldə edə bilərsiniz. Və biraz sarkök tökürəm. Əgər süd yağlı deyilsə, yağ da əlavə edə bilərsiniz. Bu formada qaynayır. Gördünüz ki, daşmaq istəyir. Biraz xodunu alaraq. Tam bunun yarısına qədər gələcək. Yəni enəcək aşağı. Qazanın kənarlarına yağ vurmaq istəyən var ki, qaynasa da daşmasın. Biraz kömək edir. Yenə çox daşanda daşır. Bu qazanın kənar tərəflərinə yağ sürtə bilərsiniz. Mən xodun alıram, vam xodda qaynayır. Yəni xodun alanda arada nəzarət eləyirəm, belə asta-asta qaynayacaq. Süd hələ ki qaynayır. Kaşam da hazırdır. Artıq söndürəcəm. Bu formada dəm alır. İstəsəz biraz daha duru, qatı, yəni öz ağız dadınıza görə ayarlaya bilərsiniz bunu. Şəkərin həmçinin. Əgər qatılığı yoxlamaq istəsəz, qaşığın üzərindəki izə də baxa bilərsiniz. Sanki mürəbbə məti kimi yoxlaya bilərsiniz. Mən biraz duru saxladım, biraz qaynadıb qatlaşdıra bilərsiniz. Amma çox qatı eləməyin, çünki daha sonra da qatlaşmanı nəzərə alın. Qaldıqca qatlaşacaq. Eyni zamanda mən ev südü bişirdim və üzünü bu formada yığıram. Soyandan sonra çiyə, ağartı məhsullarına çox üstünlük verin. Xurmanı isə həm çay içəndə, həm təbii şəkər kimi istifadə eləmək olar, həm südün artırmağına kömək eləyir. Köp yaradan qidaları çoxumuz bilirik. Paxlalı bitkilərdir, mərci, yaşıl, narıncı fərqi yoxdur. Noxuddur. Bunları hər kəs, yəni yetəri qədər məlumatlıdır ki, bunlar köp yaradan qidalardır. Bir də bilmədiyimiz var. Şəxsən mən bilmirdim. Bir uşaq həkimindən eşidəndən sonra bildim. Kələmi də bilirik eyni zamanda. Kartof, məsələn, mən bilmirdim, qaz köp yaradır ana südündə, yəni ana özü qidalananda körpəyə narahatlıq verir. Düyüdən ümumiyyətlə xəbərsiz idim. Uzun düyü, yumru düyü fərqi yoxdur. Hər üç körpəmdə bunu sınadım. Çox fərq eləyir. Ətrafımda kimə demişəm, onlar da sınayıb, faydasını görüb. 3-4 ay düyü olan qidalardan uzaq durun, aş dəmləməsidir. Hətta mən dolmanı da özümə düyüsüz bişirirəm. Yəni qazanda diş çöpü batırıb işarə qoyuram. Özüm yeyəcəyim qədəri ilə üzərində diş çöpü batırıram ki, onların içini düyüsüz hazırlayıram. Küftəni düyüsüz hazırlayıram. Yəni 2-3 ədəd küftəni düyüsüz, digərlərinə bir qazanda düyü vura bilərsiniz. Amma bacardığınız qədər uzaq durun. Çuğundur, məsələn, çuğundurun da köp yaratdığını bilmirdim və armud. Qidalarınızın yanında bacardığınız qədər şüyüddən istifadə eləyin, dəmləməsini için. Hər qidanın yanında təzə şüyüd yiyin, çox faydası var. Bir də əsas məsələ cirə toxumu və raziyanadır. Mən özüm üçün raziyana çay dəmləyirəm, körpə üçün cirə toxumu. Aptekdən heç bir köp üçün dərman almıram, almamışam. Və şüyüd yağlı tərkibli dərmanlar var satışda. Onun əvəzinə cirə toxumu, belə deyim, özüm üçün hər ikisini qarışdırıb dəmləyirəm. Körpə üçün yalnız cirəni sınamışam. Fərqi yoxdur, raziyana da olar. Yarım stəkan qaynar suya, yarım çay qaşığı cirə toxumunu tam üyütməmişəm gördüyünüz kimi və apteklərdə, marketlərdə toz şəklində satılır. Onu məsləhət bilmirəm. Belə toxumunu alıb dəmləyin. Əgər alınarsa bir dəfə üyüdün. Olmazsa birbaşa toxumunu dəmləyin. 2 dəfə verəcəm, çünki çox azdır ölçüsü, yarım çay qaşığı etmədi. Körpələr dadını sevməyə bilər. Çay qaşığı ilə yox, hətta butulkanın soskasına da töküb verə bilərsiniz. Mən 6 ay heç bir qida vermirəm, yalnız ana südü, qaynadılmış su belə vermirəm. Çox isti havalarda vermək məsləhət bilir pediatrlar və gəlirik yeyəndən sonra rahatlamaq işinə, gəyirmək üçün körpəni bir müddət belə dik saxlayıram. Bu formada da olar. Yəni özünüzə sıxıb. Bu formada 1-2 dəqiqə saxlayın. Bizim qızımız biraz otura bilir, artıq 5 aylıqdır. Ona görə yedin, rahat oldun, hoşdu. Ay Şirin. Bəzən bu formada ağzına çürüntü də gəlir hətta. Sanki yeməyin qalığını çıxardır deyim. Ya artığı nədirsə, körpə çox rahat deyir.
Ay can. Can. Bir adam qolu tutmalı ki tərpənməsin. Ne danışırsan? Eşidirəm səni. Nəsə demək istəyir? Can. Tak. Ee, 6 ayında bu formada başlayır. Əlini ayağını tutmağa, fırlanmağa. Hər uşaq müxtəlifdir. Bəzən tez başlayır və yaxud da əksinə gecikə bilər. Can. Mən həmişə qarnımı bu formada bağlayıram, qoca nənələr kimi. Həm qarnı açılmır, həm artıq başlayıb fırlanır, qarnı üstə iməkləməyə çalışır yerə dəyəndə. Soyuqlamadan qoruyur, şalvarı çıxmır, paltarları qarnı açıqda qalmır. Düyün də atmıram ki, fırlanır deyə qarnı üstə əzilir. Elə bu formada bağlayıram, düyünləmirəm. Ay can, nə söhbət eləyir? Ay kız ayağımı tərpətmə deyirəm ki. İstəyir ki, fırlansın, hövsələsi qarda yanmır ki. Kız ay kız. Biraz yavaş ol. Ay yavaş. Hanı? Nədir? Ay can. Götürmək istəyirsən? Məhləmə Hə, artıq əməkləmək istəyir. 6 aydan sonra uşaqlar yavaş-yavaş başlayır da. Elə bir iç o sənin onun dostu sevəsi. Bəlkə də ola bilər. Bununla da videomuzu bitirirəm. Ümid eləyirəm sizlərin işinə yarayacaq. Allah bütün körpələri qorusun, olmayanlara tezliklə övlad nəsib eləsin. Bu qədər süni qidanın olduğu bir zamanda həm özümüzü, həm körpələrimizi, əzizlərimizi sağlam qida ilə təmin etmək çox çətindir, hətta bəzən mümkünsüz olur. Bacardığımız qədər orqanik qidalanmağa, sağlam qidalanmağa üstünlük verək. Və onu da deyim ki, bundan sonra hansı meyvələri, kaşaları necə hazırlayıram? 6 ay plus, 7 ay plus inşallah ki 1 yaşa qədərki qidalanmanı, hətta daha sonraki qidalanmanı hissə-hissə çəkib ayına görə videolar şəklində kanalımızda yerləşdirəcəm. Mən bu formada verirəm. Vacib deyil, siz də belə eləyəsiniz. Bilirəm ki, hər kəs övladı üçün ən yaxşısını etməyə çalışır. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.